3'də 1, üstə gələk 6-da 1, üstə gələk 10-da 1, üstə gələk 15-də 1, üstə gələk 21-də 1, üstə gələk 28-də 1 bərabərdir. İndi necə eləyəcəyik bunu? Baxırsınız ki, bu heç nə bir ardıcılığı vermir. 2 vurulsun 3'dür. Bunun axırını götürürük. Və yaxud 3 vurulsun 2'dir. Axırını götürürük. 2 vurulsun 5'dir. 5 vurulsun 3'dür. Bu da alınmır da. Elə ardıcılıqla getmir. Ona görə bunu neyniyək? Məxrəcini və surətini neyniyək? 2'yə vuraq. 2'yə vuraq, 2'yə vuraq, 2'yə vuraq, 2'yə vuraq, 2'yə vuraq, 2'yə vuraq, 2'yə vuraq. Alınır 6'da 2, 12'də 2, 20'də 2, 30'da 2, 42'də 2, 56'da 2 bərabərdir. Bu 2 vurulsun 3, 2, bu 3 vurulsun 4, 2, bunun axırını götürün 4 vurulsun 5, bunun axırını götürün 5 vurulsun 6, 1 artmalıdır da elə bil. Axırını götürürəm, bir artığını götürürəm və axırını götürürəm, bir artığını götürürəm. Bərabərdir. Neçə olur? 2'ləri mötərizə xaricinə çıxardıram. 1 bölünsün 2 vurulsun 3 qalır. 1 bölünsün 3 vurulsun 4 qalır. 1 bölünsün 4 vurulsun 5 qalır. Bu qaydaya gətirməliyəm. 1 bölünsün 5 vurulsun 6 olur. 1 bölünsün 6 vurulsun 7 olur. 1 bölünsün 7 vurulsun 8 olur. Və bərabərdir. 2 ilə 3'ün də fərqi 1 eləyir. Məxrəcdən də 1 çıxır. 2'ni də 1'ə böləndə 2 düşür. Buradan 2, 1 birincini çıxıram. Bir də axırıncını götürürəm. 8'də 1'i və bərabərdir. 2 qalır. 2 ilə 8 ortaq məxrəc 8'dir. 2'yə bölürəm 4. 4 çıxılsın 1. 8 ilə 2 ixtisar gedir. Qalır 4'də 3. 4'də 3 hardadır? C variantındadır. Sonra keçək nömrə neçəyə? 120'yə. Nömrə 120 A bərabərdir 12'də 3'ə. B üstə gəlinsin 15'də 4'ə. Üstə gəlinsin 19'da 5'ə. B bərabərdir 12'də 18. Üstə gəlinsin 15'də 23. Üstə gəlinsin 19'da 29. Və bunları da B-ni A ilə ifadə eləyindir. İndi baxırsınız, bunu tərəf-tərəfə toplayanda 12'də 3 ilə 12'də 18'i toplayanda 2 dənə məxrəcdən birini götürürsünüz. Bu da 21 eləyir. İndi baxırsınız ki, bunu böləndə bütöv olmur. Bunu böləndə də bütöv olmalıdır. Bunu böləndə də bütöv olmalıdır. Necə eləyək ki, böləndə bütöv ədəd olsun, çıxanda, toplayanda, böləndə bütöv ədəd olsun. İndi gəlin, bundan bunu çıxağın. 12'də 18'dən çıxağın 12'də 3'ü. 12'də nə eləyir? 15 eləyir. Deməli, bu da bizə heç nə vermədi, bütöv olmadı. Ona görə bunu neyniyək? Neyniyək? Bunu gəlin 2'yə vurağın. 2'yə vurağın. 12'də 3'ü 2'yə vuranda 2'nin məxrəci yoxdur. 1 yazıram. 12'də 6 eləyir. Bununla bunu da toplayağın. Görək nə eləyir? 12'də 8, 18, 12'də 24, 24'ü də 2'yə böləndə bütöv olur. Və baxırsınız ki, o birisinə baxağın. İndi birinci ödədi şərtimizi. İkinciyə baxağın. 15'də 8, üzərinə gəlirəm 15'də 23'ü. 23, 8 eləyir neçə? 31. Deməli, bu ödəmədi şərtimi. Yaxşı. Çıxmaq yaxşı olardı daha. B'dən A-nı çıxsaq alınır. 23'dən 4 çıxanda 21, yenə alınmır axı.
Yenə 12'de 18'den çıxsaq 12'de 6'nı. bu alınmır. Bu alınmır. Ona görə bunu neyniyək? Gəlin 2-də 1-ə vurağın. 12-də 3-ü, yəni ki 2-yə böləyin. 2-də 1-ə vurağın. 24-də neçə oldu? 3 oldu. Üzərinə gəlirəm 12-də 18-i. Baxırsınız ki, müəllim, bunu hardan alırsınız? Burada cavablarda 2 vurulsun n var. Bir də n bölünsün 2 var. Ona görə n bölünsün 2, ona görə 2-yə nə elədim? Böldüm. 2 bölək 2 nədir? 2-də 1-ə vurma deməkdir. 24 qaldı. 3 də gəlinsin 36. 24-də 39. Aha. Bu da ödəmədi şərtimizi. İndi gəlin bunun neyniyəyin? 2-də 1-ə vurağın. Bu elədi 12-də 9, bu da elədi 12-də 3, bu ödədi şərtimi. İndi ikincisinə baxağın. 15-də 23, 30-da 23, 15-də 4. 30 qaldı, 23 üstə gəlinsin 8, 30, bu nə eləyir? 32-də bu da ödəmədi şərtimizi. Nömrə 120-də gəlin onda belə eləyəyin. Gəlin belə eləyəyin. 2-ni A-nı 2-yə vurağın. 12-də 6, 12-də 8. O da neçə eləyir? 2-yə vursaq 8, 23 ilə 8 də 31 eləyir. Yaxşı, 23-dən 8 çıxın. 23-dən 8 çıxın. Görək nə eləyir? 13-dən 8, 5, 15. Aha, ödədi şərtimi. Bu ödədi şərtimi. Deməli, bunu 2-yə vurağın, çıxmasına baxmamışıq. Toplamağına baxmışıq. Bundan bunu çıxağın. Deməli, A bərabərdir 12-də 6, üzərinə gəlirəm 15-də 8, üzərinə gəlirəm 19-da 10. Və B də bərabərdir 12-də 18, üzərinə gəlirəm 15-də 23, üzərinə gəlirəm, bunu siləyin, bunu siləyin. Və burada da 2-ni aya, 2 vurulsun A yazan. 19-da 29. İndi B-dən A'yı çıxağın. B-dən 2 A-nı çıxağın. 12-də 18-dən 12-də 6 çıxanda 12-də 12. Üstə gələk 15-də 23-dən 15-də 8 çıxaq. 8, 5, 15-də 15. Bundan bunu çıxağın da 19-dan 9 elədi. B çıxılsın 2A bərabərdir 3 elədi. Bu 1 elədi, bu 1 elədi, bu 1 elədi. B çıxılsın 2A bərabərdir 3 verib. İndi bizdən də nə soruşur? Bizə deyir ki, B-ni A ilə əvəz elə. Yəni B-ni tapcılan. B bərabərdir 3-ün üzərinə nə gəlirəm? 2A gəlirəm. 2A gəlirəm. Oldu hansı variant? D variantı. Deməli, keçək nömrə neçəyə? 121-ə. Nömrə 120-də n bərabərdir 3-də 20, üstə gələk 5-də 32, üstə gələk 7-də 44 veribdir. 3-də 1, alt altda düzgün yazıram ki, mənim üçün hesablayanda asan olsun. Buna da nə deyirəm? Bir dənə x deyirəm. İndi bilmirəmsə x deyirəm. Bunu tərəf-tərəfə toplayanda 21, 32, 33 bu bölünmədi. Tərəf-tərəfə toplayanda. Bəs yaxşı, cavablarda yenə nə verib? 2 vurulsun veribdir. Deməli, 1-ni 2-yə vurağın. Məsələn, bunu buna vurağın. 40, 41 olmadı. Bunu 2-yə vurağın. 22, 20, 40, 40-dan 3 çıxanda 37 olmadı. İndi gəlin 3-də 1-i, 5-də 1-i, 7-də 1-i gəlin 2-yə vurağın. Gəlin bunu 2-yə vurağın. İndi n bərabərdir 3-də 20, üstə gəlinsin 5-də
32 üstə gəlinsin 7-də 44-ün özünü saxlayıram. X-da 2x-a vururam. Görək başımıza nə gəlir? 5-də 2 üstə gəlirəm 7-də 2. İndi bunu sistemə alıram. İndi toplayanda heç bölünmür. Çıxanda bölünür. 2x-dan n çıxanda bölünür. 3-də 2-dən 3-də 20-ni çıxaq. 5-də 2-dən 5-də 32-ni çıxaq. Və 7-də 2-dən 7-də 44-ü çıxaq. Və 2x çıx n bərabərdir 3 mənfi 18. Bu eləyir çıx 5-də 30. Bu eləyir çıx 7-də 42. 2x çıx n 18-i 3-ə bölürəm. Mənfi 6 çıx 6 çıx 6. 2x çıx n bərabərdir mənfi 18-ə. İndi bizdən də nə soruşur? N-i soruşurdu. X-i soruşurdu. Aha. Hansını soruşurdu? 3-də 1-i. X-i soruşurdu. Aha, N-i soruşur bizdən əslində. N də bərabərdir. N də bərabərdir mənfi 18. Mənfi N bərabərdir. Mənfi 18 çıx 2x-a. Burada da n mənfi ola bilməz. Diyanım bircə dəqiqə görüm. Harada düzgün eləmədim. X-i elə əvəz etmək lazımdır. X bərabər n çıx 18 bölü 2. X yox. A bəndi Bax, bizə. n bərabərdir 2x plus 18 olurmu? Elə də yoxdur axı. Əslində bircə dəqiqə. Bircə dəqiqə. O görək harda düzgün eləməmişik. 2x-dan n-i çıxdım. 3-də 2-dən 3-də 20-ni çıxdım. Mənfi 3-də 18 elədi. 5-də 2-dən 5-də 32-ni çıxdım. 5-də 30 elədi. 2x çıx n bərabərdir 6 çıx 6 çıx 6 18 elədi. 2x çıx n bərabərdir mənfi 6-lar getdi, nə qaldı? Yox, mənfi 6. Mənfi 18 qaldı. Mənfi 18 qaldı. Aha. N də bərabərdir mənfi 18-in üzərinə nə gəlirəm? Mənfi n bərabərdir. Mənfi 18 çıx 2x oldu mu? Müəllimə 2x bərabərdir n çıx 18 yazmaq lazımdır. 2x bərabərdir. X-i yazanda olmur axı onda da. Mənfi 18 plus n olur. X də bərabərdir. Mənfi 9 plus n bölünsün 2 olur. Yerlərini dəyişdirmək olar da. N, ay sağ ol. N minus 18. 2 n minus 18. Deməli, cavab olur hansı variant? B variantı. Belə çıxır da sözündən. Yo, A bəndi. N üstə gəl. N bölü 2 üstə gəl. Çıx 9. A. N bölü 2. N bölü 2. Çıx 9. Hə, A variantı. A variantı var da elə cavabımız. A variantı. Mən durub o A birisinə 122-yə baxıram. Başım xarab olub. Durub 122-yə baxıram mən də. Deyirəm, niyə düz alınmır cavab? Səhərdən onun üstündə əlləşirəm. 5-də 17, üstə gələk 7-də 23, üstə gələk 9-da 29. 5-də 4, üstə gələk 7-də 4, üstə gələk 9-da 4. M ilə ifadə edin. Buna da bir dənə x deyək. İndi tərəf-tərəfə toplayanda bu bölünmür. Tərəf-tərəfə çıxanda bölünmür. Bundan bunu çıxanda bölünmür. Onda neyiniyək? Burada 2-yə vurma var. M-i nəyə vuraq? 2-yə vuraq. M bərabərdir. Yaxşı. 2-yə vuranda 5-də 34. Hə, bölünür onda. 5-də 34. 2-yə vuraq. 2. Üstə gələk 7-də
6, 46. Üstə gələk 9-da 18, 58. X da bərabərdir 5-də 4, üstə gələk 7-də 4, üstə gələk 9-da 4. Bu belə oldu. İndi tərəf-tərəfə çıxağın. Tərəf-tərəfə çıxağın. 2m-dən x-i çıxağın. 34, 5-də 34-dən 34 çıxanda 5-də 30 eləyir. O da 6 eləyir. 7-də 46-ın 42 eləyir. Bu da 6 eləyir. 58-i 9-a böləndə 8 1 yadda 58, 58-dən də 4 çıxıram. 54, 54-də 9-a 6 eləyir. 2m çıx x bərabərdir 18 eləyir. X-i də tapanda 2m çıx 18 olur. Bu da hansı variant olur? B variantı olur. Sonra nömrə 23-ə baxaq. 123-ə baxaq. Nömrə 123-də bizə deyir ki, 3-də 8 bərabərdir A üstə gəlinsin 1 bölünsün B plus 1 bölünsün C-yə. İndi bunu necə eləyəcəm? 8-i 3-ə bölürəm. Neçə düşür? 2 dəfə 3, 6, 2. 2 tam 3-də 2 düşürmü? 3 olduğu kimi qalır, qalıq da surətdə yazılır. Bərabərdir A üstə gəlinsin 1 bölünsün B üstə gəlinsin 1 bölünsün C-yə. Bunun arasında nə var yazılmayıb? Üstə gələk. Çünki 2-nin üzərinə 3-də 2 gələndə bitişdirin demişdim. 2 tam 3-də 2 olmurmu? Bunu da yəni arada üstə gələk kimi yazmaq olar. Deməli, A nəyə bərabərdir? Birinci A gəlir. A-nın yerinə nə durur? 2 durur. A nəyə bərabərdir? 2-yə bərabərdir. İndi bəs yaxşı. A-nın yerinə 2 durdu. Burada 3-də 2 bərabərdir. 3-də 2 də nəyə bərabərdir? Buna bərabərdir. 1 bölünsün B plus 1 bölünsün C-yə bərabərdir. İndi fikirləşirsiniz ki, bu 1 bölünsün neçəymiş? Bu 1 bölünsün neçəymiş? 1 bölünsün 3-də 2-də 3 imiş. 2 yuxarı qalxıb 2-də 3 olub da. İndi bu birlər gedir. B üstə gəlinsin 1 bölünsün C. Məxrəc bərabər olmurmu? Surətlər bərabər olanda məxrəclər də məxrəcə bərabər olur. 3 bölünsün 2-yə. İndi 3-ü 2-yə böləndə B üstə gəlinsin 1 bölünsün C 1 tam 2-də 1 deyilmi? Bunun arasında üstə gələk var. B-nin yerinə nə durdu? 1 durdu. C-nin yerinə nə durur? 2 durur. B-nin yerinə 1, C-nin yerinə 2, A-nın yerinə 2. Məndən də nəyi soruşurdu? Cəmini soruşurdu. Olur neçə? 2 plus 2 plus 1 elədi 5. Oldu hansı variant? B variantı. Nömrə 24 də 10-a aiddir. Nömrə 125-də, 126-da keçək nömrə neçəyə? 127-yə. 150 dənə. Buradan neçəsi getdi? 150 hə. Çatdırarıq inşallah. İndi deməli burada məsələn faktorialları veribdir. 1 bölünsün nömrə 124. Yox, 127. 1 bölünsün n plus 1-in faktorialı. Plus 1 bölünsün 1 vurulsun 1 faktorial n plus 1 faktorial. Üstə gələk 2 vurulsun 2 faktorial n plus 1 faktorial. Üstə gələk option nöqtələr n vurulsun n faktorial n plus 1 faktorial bərabərdir. Bax 3 faktorial nəyə bərabərdir? 3 vurulsun 3 faktorial 1 faktorial vurulsun 2 vurulsun 3-ə bərabərdir. Ən azını götürün. Məsələn 3 faktorial 2 faktorial vurulsun nəyə bərabərdir? 3-ə. Məsələn 4 faktorial nəyə bərabərdir? 3 faktorial vurulsun 4-ə. Bəs 4 faktorialı 1 faktorial vurulsun sonra necə yazmaq olar? 2 vurulsun 3. Bəs 4 faktorialı 2 faktorial yazıramsa onda 3 vurulsun 4 kimi də yazmaq olarmı? Hansı faktorialı yazıramsa ondan sonraki qalan ədədləri yazıram. Deməli belə olur bu. Bunun qaydası belədir. İndi bizə nə verib? N plus 1 faktorial verib.
Məxrəcdən nə götürəcəm? Məxrəcdən nə götürəcəm? N plus 1 faktorial. Ortaq məxrəcə gətirəndə hamısını n plus 1 faktorial oldu mu? Burada 1 plus 1 vurulsun 1 faktorial plus 2 vurulsun 2 faktorial plus nöqtələr n vurulsun n faktorial bərabərdir. N plus 1 faktorialı saxlayıram və 1 faktorial 2 vurulsun 1 faktorial vurulsun 1. 1 faktorial 2 faktorialım nəyə bərabərdir? 1 faktorial vurulsun 2-yə bərabərdir. İndi 1 faktorial vurulsun 1 faktorial elə 2 faktorial deməkdir. Gəlin bunu belə yazaq. 1 faktorial vurulsun 1 faktorial elə 2 faktorial deməkdir. 2 vurulsun 2 faktorial 3 faktorial deməkdir. 3 vurulsun 3 faktorial 4 faktorial deməkdir. Bu da n vurulsun n faktorial deməkdir. İndi bərabərdir. Bu faktorialları tapmaq üçün məsələn 1-dən n-ə kimi ədədlər necə tapılırdı? n plus 1 bölünsün 2 düsturundan tapılmırdı mı? Hə? 1-dən n-ə kimi ədədləri tapanda Bəli. aha. Deməli, indi burada da n plus n vurulsun n plus 1 elə n plus 1 faktorial deməkdir. N plus 1 faktorial deməkdir. Məsələn, 4 faktorial nəyə bərabərdir? 4 faktorial nəyə bərabərdir? Məsələn, 3 faktorial vurulsun 4-ə bərabərdir. Yəni, bir əskik, bir də üstlərinə 1 gəlirəm. İndi n faktorial da n plus 1 də n plus 1 faktorial deməkdir. 2 düsturu yoxdur burada. Hə də. Burada da nə olur? N plus 1 faktorial olur. Bunlar da gedir, qalır 1. İndi bircə dəqiqə. Görüm, düzmü elədim? Hə. Bax, məsələn, 5 faktorial nəyə bərabərdir? 4 faktorial vurulsun nəyə? 5-ə. Yəni, n vurulsun bir dənə də çoxuna. Düz deyilmi? Bir dənə də nəyinə bərabərdir? Çoxuna bərabərdir. İndi n vurulsun n plus 1-in yerinə n plus 1 faktorial yazdım mı? N plus 1 faktorial da getdi, 1 qaldı. Və burada da 1-dən 100-ə kimi ədədləri tapanda 100, 101, 100 vursun 101 böl 2 belə olmalı deyildimi? 2 böləklə olmalıydı. Bəs yaxşı, bu niyə 2 böləyə götürməyibdir? Çox maraqlı bir şeydir. 9 şəklində. 9 vurulsun 9 faktorial 10 faktorial deməkdir. Hə. İndi yaxşı. Burada çıxağı mı yazıbdı? Çıxağı yazmayıbdı. Burada böl 2 olmalıdır. Bu düzgün yol deyil deməli. Böl 2 olmalıydı ədədləri tapanda. Yanın 1 vurulsun 1 faktorial. İndi gəlin buna baxaq faktoriallardan. N plus 1 faktorialın özünü yazıram məxrəci olduğu kimi. 1 plus 1 vurulsun 1 faktorial. Yəni ki, 1 vurulsun 1 faktorial 2 faktorial bərabərdir 1 faktorial vurulsun 2-yə. 1 faktorial vurulsun 2-yə. N vurulsun n faktorial da n vurulsun n faktorial da
n plus 1 minus 1 vurulsun n faktoriyala bərabərdir. 10 faktorial bax, məsələn, belə izah eləyim də, fikrimi belə çatdırım. 9 vurulsun 9 faktorial 10 faktorial demək deyilmi? Bax, 10 faktorialı necə yazmaq olur? 9 faktorial vurulsun 10 kimi yazmaq olurmu? Bunu da, Yəni ki, n çox 1 faktorial vurulsun. 9 üstə gəlinsin neçə yazıbdır? 1 yazıbdır da. İndi buradan 1 üstə gəlinsin 2 faktorial, bir də 2 çıxılsın nə yazıbdır? 1 yazıbdır da. Bu 1'in yerinə yazdım da. Üstə gəlinsin 3 faktorial demək deyilmi? 2 faktorial. 2 faktorial vurulsun 1 faktorial deyil, 2 vurulsun 3 demək deyilmi? 3'ün yerinə də nə yazıb? 3 çıxılsın nə yazıbdır? 1 yazıbdır. 3 çıxılsın 1'im neçə eləyir? 2 eləmirmi? Elə bir yerinə bir artıq faktorial yazıram. Bax, məsələn, faktorialları keçəndə biləcəksiniz də 11-ci sinifdə. Bax, məsələn, 10 faktorial bərabərdir 10 vurulsun, məsələn, 9 faktoriala. 9 faktorial. Burada da bir əskik veribdir. 9 faktorial vurulsun 9 yazıbdır. Deməli, 9 faktorial 10'u nə yazıram? 10 çıxılsın 9'u nə yazıram? 10 çıxılsın 1 yazıram. Məsələn, 9 faktorial vurulsun 9 faktorial deyilmi? 9 faktorialın özünü yazıram. Bunu da 10 çıxılsın nə yazıram? 9'u da nə yazıram? 10 çıxılsın 1 yazıram. Bildinizmi necə elədim? Üstə gələk. Nöqtələr n faktorial, n çıxılsın 1 faktorial. N çıxılsın n plus 1 faktorial. N plus 1 faktorial. Bir də çıxılsın n faktorial. Faktoriallar dərsində lap aydın başa düşəcəksiniz. Məsələn, 1 plus, indi bunu buna vurun. 2 faktorial vurulsun 2. Çıx 2 faktorial olur. Çıx 2 faktorial olur. Üstə gəlinsin 3 faktorial vurulsun 3, çıx 3 faktorial olur. İndi bura baxın. 2 faktorial vurulsun 2 neçəni verir? 3 faktorialı verirmi? Axı 3 faktorialı 2 faktorial vurulsun 3 kimi yazmaq olar. 3 faktorialı yazmaq olar. Deməli, bu mənim nəyimi verir? 3 faktorialımı verir. 3 faktorialla bu faktorial gedir. Bununla bu gedir. Bununla bu gedir. Elə də gedəcək. Axırda qalacaq n plus 1 faktorial. Və o n plus 1'i də n plus 1'ə böləndə qalacaq 1. Onu faktoriallar dərsində izah eləyəndə tam aydın şəkildə başa düşəcək.